Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. İlk olarak hamdolsun yerlerin ve göğlerin sahibi olan Allah'a. Allah ki Subhanahu ve Teala bizleri yoktan halk edip ve bizleri halk ettikten sonra ruzulendirip ve hemsinin bizleri başta başına bırakmayıp elhamdülillah. Rabbimize sonsuz şekilde hamd senalar olsun. Sonra Allah'ın selamı olsun bütün peygamberlere, onların sonuncusu olan Muhammed'e sallallahu aleyhi ve selleme. Sonra barakallahu fikum teşekkür ederim ev sahibine. Allah malına bereket versin. Amin. Allah subhanahu teala kabul etsin kardeşten bütün salih emelleri. Amin. Yeri gelmişken emellerin kabul olması hakkında mevzumuza kesit almamıştan önce bir meseleni de hatırladım. O vaxtlar insanların qorxduğu yer əməllərin qəbul olmasıydı. Lakin bu günləri insanlar, müsəlmanlar əməllər edirlər, lakin oranı fikirləşmirlər. Əsas mühüm olan orasıdır. Çünki subhanallah bildiyiniz kimi əməllərin qəbul olması məsələsi Allahın qatında o qədər mühümdür ki, bundan peyğəmbərlər belə qorxurdular. Peyğəmbərlər belə qorxurdular ki, əməllər ondan qəbul olunacaq, yoxsa yox. Quran-ı Kərimdə Allah Subhanahu teala İbrahimin və İsmailin aleyhisselam, Allahın hər ikisinə salam olsun, misalını verir. Hansı ki, onlar bildiyiniz kimi Kəbə evinin bünövrəsini qalxızıblar. Və həmçinin Kəbəni Allahın izni ilə tikiblər. Allah Subhanahu teala buyurur ki: "Və iz yerfa'u İbrahimul qavaide minel beyti ve İsmailu Rabbena taqabbal minna inneke entes-semiul alim." Bir zaman İbrahim ve İsmail Kəbənin bünövrəsini qalxızdılar. İbrahim aleyhisselamla İsmail aleyhisselam. Bu ayetin hakkında tabiinlerden biri var. Rahimahullah. İsmini unuttum subhanallah. Buyurur ki, bakın deyir, İbrahim aleyhisselam Allah'ın en sevimli muvahhidlerin babası olan kuluydu. Allah'ın selamı olsun İbrahim aleyhisselam. Yeter ki 5 əzim olan peygamberlerden biriydi. İbrahim'le İsmail aleyhisselam her defa tabiin deyir ki rahimahullah, onlar her defa daşları koyduğuca, bizim dilde desək, kubikləri tikdikcə, yəni öz zamanlarında nə cür idi? Hansı daşlar, qəmbər daş və yaxud kubik, fərqi yoxdur. Bizə lazım olan hissəsi, barakallahu fikum, baltalarını, lapatkalarını, külünklərini yerə qoyub Allah'a dua edirlər. Allahümme Rabbena taqabbal minna. Ayədə də bu cürə keçir. Rabbena taqabbal minna. Allah'ın bizdən qəbul elə. Fikir versiniz. Bizə lazım olan yeri, barakallahu fikum. Deyir ki, tabiin, baxın ki, bu cürə peyğəmbər, Allah'ın o cürə seçilmiş, Allah tərəfindən seçilmiş bu cürə əzəmətli peyğəmbər, buna baxmayaraq qorxurdu ki, birdən o əməl ondan qəbul olar, yoxsa yox. Fikir versiniz. Allah Quran-ı Kərimdə buyurur ki, başqa ayədə, İnnəmə yətəqabbəlullahu minəl muttaqin. Allah, həqiqətən Allah müttəqi olanlardan qəbul edir. Burası çox önəmlidir, bura fikir verək. Allah müttəqi olanlardan qəbul edir. Bu günlər bizim qorxulacağımız yer olmalıdır ki, 2 dənə məsələ. Birinci, biz müttəqiyik mi? Burası şərt elə deyil mi? İkinci də əməllər qəbul olacaq mı? Elə müttəqi olmaq üçün onun üzərində çalışmaq, subhanallah, bizdən nə qədər bəlkə də vaxt alacaq. İnnəmə yətəqabbəlullahu minəl muttaqin ayəsi həqiqətən subhanallah qəlblərində, möminlərin qəlblərində əslində bu ayəni eşidəndə gəlir zəlzələ baş versin. Qorxsun ki, subhanallah. İstənilən əməl, fərqi yoxdur. İstərsə əməl kiçik olsun, istərsə böyük olsun, Allah subhanallah teala müttəqi olanlardan qəbul edəcək. Mövzumuz çox uzanmasın. Baxmaq lazımdır, müttəqi olmaq nə cür olur yaxşı? Onda özü başqa bir mövzudur. Müttəqi olmaq, Allahın müttəqilər haqqında xəbər verdiyi neçə ayətlər var Quran-ı Kərimdə. Buna görə Əbu Darda radiyallahu anh deyirdi ki, bilsəydim ki, deyir, Allah 2 rükət namazımı qəbul edib, ölümü təmənni edərdim, deyir. Subhanallah. Fikir versiniz. 2 rükət deyir, namazı Allah məndən qəbul etdiyini bilsəydim, yəni mənə bir xəbər satsaydı ki, Allah məndən qəbul etdi, ölümü təmənni edərdim. Ölmək istəyərdim.
Artıq əlhəmdülillah Allah məndən qəbul etdi. O cürə sahabələr radiyallahu anh, o cürə peyğəmbərlər, salihlərin belə deyək də, ən qorxduğu yer burası olur. Ki, Allah məndən qəbul edəcək, yoxsa yox. O zaman Allahdan dilərəm, Allah subhanət hələ qardaşından qəbul etsin o əməli. Və bütün müsəlmanlardan. Sonra barakallahu fikum mövzumuz bu günləri hamımıza lazım olan, özündəki o cürə lazım olan ki, deyərdim ki, bəlkə yemək kimi, içmək kimi, hava kimi, vallahi, hava kimi lazım olan məsələlərdəndir, mövzulardandır. O da ki, barakallahu fikum, əl-istiğfar, Allaha tövbə etmək, Allahdan bağışlama diləmək. Bilirsiniz ki, subhanallah, biz elə bir vaxtda yaşayırıq ki, bütün vaxtlarda olduğu kimi, xüsusən də bizim zamanımızda, fitnələrin çox olan vaxtı, günahların artan vaxtı, sağ, sol, hara baxsan günahdır, subhanallah. Hara baxırsan günahdır. Lakin bilmək lazımdır ki, bizim əzəmətli olan Rəbbimiz var, subhanahu teala, günahları bağışlayan, günahların bağışlanmasını vəd edən. Ona görə Nuh aleyhisselam, əksər peyğəmbərlər öz qövmlərinə Allahdan bağışlanma diləmələrini təklif ediblər. Ən çox da, inşallah ki, bu surələrə dönərsiniz. Elə Nuh surəsində, həmsinin Hud surəsində, Ənbiyə surəsində və digər surələrdə görürsünüz ki, orada peyğəmbərlər qövmlərini Allaha tövbəyə çağırıblar. Onlar bilirdilər ki, insanların ilacı, insanların çıxış yolu, insanların dərmanı, necə ki, biraz bundan sonra gələcək inşallah, nədir? Bütün xəstəliklərin müalicəsi Allahın izi ilə Allaha tövbə etməkdədir, istiğfarda. Nuh aleyhisselam buyurur ki, Allah subhanahu teala onun dili ilə فَقُلْتُ اسْتَغْفِرُوا رَبَّكُمْ إِنَّهُ كَانَ غَفَّارًا. Dedim, Rəbbinizdən bağışlanmanızı diləyin. Həqiqətən o çox bağışlayandır. Nuh aleyhisselam qövmünə deyir ki, Rəbbinizə tövbə edin. Rəbbiniz çox bağışlayandır. Yursilis səmâə aleykum midrara. Əgər belə etsəniz, o sizə göydən bol-bol yağış göndərər. Bu mərhələlərə fikir verək, buranı yaşamaq lazımdır. Ümumən, nəinki bu ayətlər və bütün ayətləri eşidəndə çalışmaq lazımdır ki, misal üçün, Nisa surəsinin 5-ci ayəsini oxuyuruqsa, misal üçün, ondan öncəki ayəti oxumaq, ondan sonra gələn ayəti, hətta bir-biri ilə bağlantısını görək, anlayaq ki, söhbət burada nədən gedir. Və çalışıb anlamaq lazım Allahın ayətlərini. Allah bizə anlamağı nəsib eləsin. Quran-ı Kərimi anlamayan qəlbləri Allah Subhanahu taala qıfıllı qəlblərə bənzədir. Əfələ yətədəbbərunəl Qur'an əm alə qulubin aqfaluha buyurur Subhanahu taala. Deyir ki, onlar deyir, Quranı deyir, təfəkkür etmirlər. Yoxsa qəlblərində qıfıl mı var? Allah qorusun. Quranı təfəkkür etməmək, Quranı anlamamaq nədir? Qəlbdə qıfıl olmağa işarədir. Bu Allahın nas olan ayətidir Subhanahu taala. Mövzumuza dönürük. Allah elçisi Nuh aleyhisselam dedi ki, dedim ki, Rəbbinizdən bağışlanmanızı diləyin. Həqiqətən o çox bağışlayandır. Qövmünə dəvət edir. Siz də gözünüzün qabağına gətirin. Daha doğrusu biz də gözümüzün qabağına gətirin. Nuh aleyhisselam, subhanallah, Nuh aleyhisselam o peyğəmbərlərdəndir ki, Allahın salamı olsun bütün peyğəmbərlərə, 950 il qövmünü dəvət edib. Necə ki, ayətdə keçir, 1000 ildən 50 il əksik. 950 il. Yaxşı 950 il deyil. Bəzən olur ki, qardaşlar elə başa düşüb ki, 950 il yaxşı. Xeyr. 950 il Nuh aleyhisselam gecə gündüz. Buna dəlil nədir? Quran-ı Kərimdə ayə var. Deyir ki, Rəbbim deyir, gecə və gündüz qövmümü dəvət et. Gecələrdir, gündüzlərdir, subhanallah. Dedim ki, Rəbbinizdən bağışlamanızı diləyin, həqiqətən o çox bağışlayandır. Əgər belə etsəniz, yəni bağışlama diləsəniz, o sizə göydən bol-bol yağış göndərər. Bu ayətin təfsirində, təfsir alimlər deyirlər ki, subhanallah, səkiləri tonlarla olan buludları hərəkətə gətirən istiğfar. Subhanallah. Bilirsiniz nə deməkdir? Səkiləri tonlarla buludların. O qara buludlar gəlir arada bir. Baxırsan ki, subhanallah, hər yer qapqaranlıqdır. Bəlkə 100 tonlarla, milyon tonlarla ağırlıqlar var. Onları deyir, necə ki, ayətdə keçir. Təfsirçilər deyir ki, o cürünə səkiləri ağır olan buludları istiğfar hərəkətə gətirir, subhanallah. Fikir verin. Fəqultu istəğfiru Rabbəkum innəhu kənə qafara. Estağfirullah, estağfirullah, estağfirullah. Qul gərək həmişə günah eləyəndə, subhanallah.
günahlarını gözünün qabağına gətirsin. Alimlərdən biri var. Bir dəfə danışırdı. Bu Subhanallah və bihamdihi yoxdur. Səhər axşam zikirləri 100 dəfəni. Deyir ki, o məndən deyir 17 dəqiqə vaxt alır deyir. Tək 100 dəfə Subhanallah və bihamdihi demək. Bir dəfə deyir baxdım deyir saata görmə qədər vaxt alır. 17 dəqiqə deyir bitirdim deyir. Fikir verirsiniz. Onlar yaşayırlar Subhanallah. Elm əhli yaşayırlar həqiqət. İbn Qayyim rahimehullah deyir ki, biz Şeyxülislamı deyir şuruqdan sübh namazından saat 10-da 11-də deyir görürdük, qalxırdı. Oturduğu yerdən. Namazı qılırdı, sübh namazı. 6 bizim deyək ki, qış olsa. Ayda 4, 5, 6, 7, 8, 9. 7 saat, 6 saat Subhanallah. Qalxırdı deyir Subhanallah. Deyirdi ki, bəs yorulmadı mı deyir. Bu cürünə olmayanda deyir, günümü deyir rahat keçirə bilmirəm deyir. Allah'a zikir eləmək, Allah'a istiğfar eləmək. Ondan indi Subhanallah və bihamdihi, estağfirullah və tuğbu ileyh nə qədər vaxt alırdı? Saatlarla Subhanallah. Elm əhli deyir ki, həmin o deyir, ağır bulutları, çəkiləri tonlarla deyir Allah akbar. İstiğfar deyir, hərəkətə gətirir. Dəlil nədir? Yursilis səməə aleykum midrara. Əgər belə etsəniz, o sizə göydən bol-bol yağışlar, yağmur endirər. İstiğfarın nəticəsində nə gəlir? Yağış gəlir. Sonra buyurur Subhanahu Teala: "Və yumdidukum bi amwalin və banina və yec'al lekum cennetin və yec'al lekum enhara." Var dövlətinizi və oğul uşağınızı çoxaldar. Sizin üçün bağlar yaradar və çaylar axıdar. Allah Subhanahu Teala hikmətindəndir ki, Allah hikmət sahibidir, elə deyilmi? Allah Subhanahu Teala hikmət sahibidir. Hikmətindəndir ki, Subhanahu Teala və qullarına, bizim kimi aciz qullarına, günahkar qullarına rəhmətindəndir ki, bu qapını açıq qoyub, istiğfar qapısı. Siz düşünün ki, Allah korusun, istiğfarlar, necə ki, bundan sonra gələcək inşallah, qiyamət günə qalsaydı, Allah korusun. Yəni, günahların bağışlaması hamısı yığılıb qalıb axirət günə. İnsanların halına cür olar. Bəlkə günahlardan insanların üzü kömür kimi qaralardı. Vallahi, elə düşünməyək ki, bunlar boşu-boşuna gedir. Yəni, etdiyimiz günahların müqabilində istiğfarlar insanın üzünə nur gətirir. İstiğfar insanın həyatını dəyişir. İstiğfarla nədir? İnsanın həyatı dəyişir. Şeyxülislam İbn Teymiyyə rahimehullahın yoldaşlarından biri deyir ki, bəzən olurdu ki, Şeyxülislam bizə xəbər verirdi məclislərdə. Deyirdi ki, elə məsələlər olur ki, mənə çox çətin gəlir. Həllini tapa bilmirdim, deyir. Həllini tapa bilmirdim. Tez deyir, bir dənə yer özüm üçün deyir, təyin edirdim, deyir. İstiğfar üçün otururdum, deyir. Mindən çox deyir, Allaha tövbə edirdim. Əstağfirullah, 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 əstağfirullah və tuğbu ileyh. Gözünün qabağına gətirə-gətirə. Bir il bundan qabaq falan əməl etmişdim. Bu Allaha qəzəbləndirib ola bilsin. Ona görə Allahım sənə tövbə edirəm. Hətta bəzi sələflərdən gəlir ki, deyirlər ki, Allahım, həddi buluğa çatandan, hansı ki, həddi buluğa çatan insan, yazılır onun üçün günahlar, savablar. O gündən bəri nə günah etmişəmsə, onlar tövbə edirəm. Bəzi sələflərdən gəlir ki, deyir, Allahım, Muhammedin sallallahu aleyhi ve sellem ümmetindən, Muhammed sallallahu aleyhi ve sellem ümmətindən olan insanların əvəzindən sənə tövbə edirəm. Axı, sənin haqqın deyil, subhanallah. Sənə qarşı olar mı bu cür günahlar etmək? Subhanahu teala. Şeyxülislamın o yoldaşlarından olan, hamısına Allah rəhmət eləsin, deyir ki, o deyir, otururdu, mindən çox deyir, istiğfar edirdi. Sonra deyir, mənə deyir, bütün məsələlər açılır, deyir, subhanallah. Hətta kitablarda olmayan məsələlər deyir, Allah mənə açır, deyir. Fikir versiniz. Ona görə barakallahu fikum, bu bizə Allahdan nədir? Allahdan rəhmət. İstiğfar məsələsi Allahdan rəhmət. Ali ibn Abi Talib radiyallahu anh deyir ki, yer üzündə iki əminlik, insanlar üçün yer üzündə iki əminlik, iki güvənlik var idi. İnsanlar güvənirdi və əmin-amansılıq içərisində idi. Deyir, onlardan birincisi deyir, aradan qalxızıldı, ikincisi isə qalıb, bundan istifadə edin. Nədir onlar? Allah Subhanahu Teala Enfal surəsində buyurur ki, وَمَا كَانَ اللّٰهُ لِيُعَذِّبَهُمْ وَأَنْتَ فِيهِمْ وَمَا كَانَ اللّٰهُ مُعَذِّبَهُمْ وَهُمْ يَسْتَغْفِرُونَ. Sən onların arasında olduqca, Muhammedə sallallahu aleyhi ve sellem'ədir bu xitab, Allah Peyğəmbərə deyir ki, sallallahu aleyhi ve sellem'ə, sən onların arasında olduqca Allah onlara əzab verən deyildir. Sonra buyurur ki, onlar bağışlanma dilədiksə, Allah onlara əzab verən deyildir. Ali ibn Abi Talib deyir ki, insanlar deyir, iki dənə məsələ, iki dənə əmin-amansılıq vardı onlar üçün. Biri də getdi. Getdi yəni nədir? Muhammed sallallahu aleyhi ve sellem dünyasını dəyişdi. İkinci isə qalıb. İkinci qalan nə idi? İstiğfar. Yəni, madam ki, Peyğəmbər sallallahu aleyhi ve sellem səhabələrlə bərabər idi, Allah onlara deyir nədir?
əzab verməz. Subhanallah. Faydalar hamısı bir-birinin içərisindən çıxır. Hamısı bir-birinə qatılır, subhanallah. Fikir versiniz, sahabələr radiyallahu anh, necə gözəl insanlar idi. Fikir verin, Muhammedin sallallahu aleyhi ve sellemin mövcud olmağı aralarında Allah onlara əzab göndərmir. Xoş olan anla. Ona görə bu da belə deyək də, onların istəyinlə olmuyor. İbn Məsud deyir ki, radiyallahu anhu, Allah deyir 50 min il deyir öncə, dünyanı yaratmamışdan öncə 50 min il. Bütün deyir insanları deyir, insanların qəlblərinə baxıb. Bütün insanların. Onların içərisindən peyğəmbərləri seçib. Peyğəmbərlərin də içərisində Muhammedi seçib sallallahu aleyhi ve sellem. Deyir, ən deyir səlim olan qəlb, ən saf olan qəlb Muhammedin qəlbini seçib sallallahu aleyhi ve sellem. 50 min il öncə. Sonra deyir, təkrar olaraq baxıb, ona deyir, dostlar olaraq, yoldaşlar olaraq sahabələrin qəlbini seçib. İttifaqla. Deməli, Əbu Bakrın, Ömərin, Osmanın, Alinin, radiyallahu anhum, cəmiyan. Onların qəlbləri ən təmiz insanlar idi. Başqa bir şey yada düşür bu belə danışdıqda. Bəzi insanlar olur ki, deyirlər ki, bizim qəlbimiz təmizdir, namaz da qılmasa, oruc da tutmasa. Bu görürsən ki, nədir? İnsanlar özlərini aldadırlar. Çünki ən təmiz qəlb kimin qəlbi idi? Muhammed sallallahu aleyhi ve sellem. Və sonra kimlərin? Sahabələrin. Buna baxmayaraq, onların ibadətləri hara? Bir də ki, insan gəlir, heç ibadətdən payı yoxdur, Allah korusun. Deyir ki, nədir? Mənim qəlbim təmiz. Burada ziddiyyət var, özdəki böyük ziddiyyət, Allah korusun. Deməli, Peyğəmbərin sallallahu aleyhi ve sellemin mövcud olması onların arasında, ona görə, madem ki onlarla idi, onlara əzab gəlməz. Bunu bitirdik. Artıq Allah Resulü sallallahu aleyhi ve sellem dünyasını dəyişərkən, mücarrad olaraq bu artıq nədir? İlk onlandı. İkinci qalıb. Sonra buyurur ki, Subhanahu teala, وَمَا كَانَ اللّٰهُ مُعَذِّبَهُمْ وَهُمْ يَسْتَغْفِرُونَ. Madem ki onlar istiğfar diləyirlərsə, Allah onlara nədir? Əzab verməz. İbn-i Useymin rahiməhullah buyurur ki, günah deyir ki, üzr istəyirəm, günah ruhun yarasıdır. Günah deyir, ruhun deyir, yarasıdır. İstiğfar isə onun sarığıdır. Sanki orada bir yara var, o yaranı bağlamaq lazımdır. Nədir o yaranın sarığı? İstiğfar. Elə isə yaraların sağalmasını və ruhun güclənməsi üçün Allahdan bağışlama diləyin. Yəni, Allah korusun, ruhun nəyi var? Yarası var. Onun yaranın ilacı nədir? İstiğfar. Biraz öncə dedik ki, insanların, Allah korusun, günahları yığılsaydı, ahirətə qalsaydı, yəni bu dünyada əslində istiğfar edəndə insan Allah Subhanahu taala bağışlayır. Bildiyiniz kimi cümədən cüməyə, Ramazandan Ramazana, ümrədən ümrəyə, iki namazın arasında olan vaxtlar Allah Subhanahu taala günahları neyinir? Əfv edir. Baxın, cənnət gözəldir, düzdür? Cənnət tayyibdir və tayyib olanları, gözəl olanları qəbul edir. Cənnətə ancaq tayyib insanlar daxil olacaq. Allah bizə nəsib eləsin. Allah Subhanahu taala bizə cənnəti nəsib eləsin. Cənnətə səlim qəlbli və günahları bağışlamış insanlar daxil olacaq. İndi günahların bağışlanması nə cür olacaq? Bu dünyada dedik istiğfarla. Bir də ki, Əhl-i Sünnənin etiqadıdır ki, hətta möminlər, müsəlmanlar olsa da belə, şübhəsiz ki, Allahın istəyi istisnadır. Onlar cəhənnəmdə bir müddət qalıb, o günahlardan təmizlənib, sonra nədir? Cənnətə daxil olacaqlar. Sizcə hansı yaxşı olar? Allah korusun, cəhənnəmdə yanmaq mı? O günahlardan bağışlamaq. Yoxsa bu dünyada istiğfar mı? İstiğfar. Ona görə bu fürsəti əldən vermək lazım deyil. Allaha çoxlu şəkildə, çoxlu sayda nədir? İstiğfar etmək. Sonra barakallahu fikum, sonda ola bilsin ki, sizlərdən kimsə soruşar ki, və yaxud bilmək istəyər ki, istiğfarın ən önəmli vaxtı, əslində istiğfarın elə bir, nə cür deyərlər, bəzi vaxtları var, Quran-ı Kərimdə varid olub. Lakin insan haçan olsa istiğfar etməlidir. Nə yaxşı olar ki, biz, necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, çalış ki, dilini deyir, Allahı zikr etməklə silah saxla. Çalışaq ki, qəlblərimizi və dillərimizi Allahı zikr etməklə və bir dənədə ən çox da istiğfar etməklə. Maşında gedəndə, iş görəndə, məscidə gedəndə, məsciddən gələndə əstəğfirullah, əstəğfirullah, əstəğfirullah. Bu da tək dillər əzbəri olmuş olmaz. Yəni bir mənada dildə deyib əməl etməmək yox, qəlblə. Ən yaxşı vaxtı da nədir? Ən yaxşı vaxtı
Nə yaxşı olar ki, gecə namazlarında, sübh namazından öncə. Xoş o insanların halına. Allah bizə də nəsib eləsin. Gecə namazları qalanlardan etsin Allah bizi. Subhanallah. Gecə namazında xüsusi bir bərəkət var. Gecə namazında nədir? Xüsusi bir bərəkət var. Allahın Subhanahu wa Ta'ala'nın özünə yaraşan şəkildə dünya samasına eməsi. Və orada elə keçir o duada. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Yenzilu Rabbukum. Buyurur ki, hər gecə deyir, Rəbbiniz deyir, nazil olur. Hər gecə. Və deyir ki, bağışlanma diləyən yoxdurmu? Onu bağışlayın. Nə yaxşı olar ki, nədir? Həmin vaxtı sən də nədir? Səcdədə olasan. Allahın dünya samasına inən vaxtı, Subhanallah, Allah yerlərin və göylərin sahibidir. La ilahe illallah. Allah bütün kainatın sahibidir. Bizim problemimiz nədir? Üzrü sayın biraz kobud səslənsə, bizim problemimiz əgər təbiri doğrudursa, biz Rəbbimizi layiqincə tanımırıq, Subhanahu Teala. Layiqincə dəyərləndirmirik. Kimsə deməsin ki, mən tanıyıram Rəbbimi, Rəbbim Allahdır, Rəbbim yerlərin və göylərin sahibidir. Başa düşdük, burası elədir. Hamımız təsdiqləyirik. Amma əsl olan o ubudiyyə, əsl olan o qulluq, Allaha qul olmaq məsələsi, bu məsələni həqiqətən təzələmək lazım. Bu məsələ olduqca mühüm məsələlərdən. Allah Subhanahu Teala kəramət sahibidir. Allahın dünya samasına eməsi qullar üçün. Rəhmətə fikir versiniz, rəhmət. Subhanallah. Allahın rəhmətinə fikir versiniz, o bizim üçün nazil olur. Allah akbar. Allahın nəyəsə ehtiyacı var mı? Hər şey. Bütün insanlar Allah'a ehtiyaclıdır. Deyir ki, məndən deyir, istəyən yoxdurmu? Deyir, sizə verim deyir. Bağışlama diləyən yoxdurmu? Dua edən yoxdurmu? Duasına cavab qaytarım. Subhanahu Teala. Çalışmaq lazım, bizim də o vaxtlardan payımız olsun. Yəni, yaraşarmı ki, bu qədər günahlarla, üstəlik də nədir, həmin vaxtları yatmaqla keçirir, Allah qorusun. Hətta bəzilərimiz də, Allah mühafizə etsin, bu haldan qorusun, sübh namazına da yatıb qalmaq, bu da özü də böyük, öz-özlüyündə müsibət. Ona görə barakallahu fikum, çalışmaq lazım nədir? Gecə namazlarına qalxıb, Allaha, Subhanahu Teala'ya səcdələrdə istiğfar etmək, Allahdan bağışlama diləmək. Allahım mənə bağışla. Ola bilsin ki, bu bir gün, 2 gün, yəni bir gün, 2 gün alınmayacaq, vaxt alacaq bizdən. 1 ay, 2 ay, 3 ay, 1 il, 2 il, amma ki nədir? Çalışdaq Allahın izni, Allah bizi müvəffəq edəcək. Allahdan dilərim, Allah Subhanahu Teala eşitdiklərimizi bizim üçün faydalı etsin. Həmişə Allah Subhanahu Teala bizi Allaha tövbə edənlərdən etsin. Subhanakallahumma və bihamdik, əşhədu an la ilahe illə əntə, əstəğfiruka və etûbu ileyk.